Bəli, biz dinləyən hər kəs salamlayırıq. Qarşıda mənəm Məmməd Oxtural və qismət olsa bu gün sizlərlə birlikdə Pythonda dövrləri öyrənəcəyik uşaqlar. Pythonda 2 dənə dövr var. Şərtli dövr, bir də modifikasiyalı dövr. Modifikasiyalı dövrü alqoritmdən xatırlayırsınız. Yadınızda da belə bir dövr keçmişdik, düzdürmü? Burada A-nin necə qiyməti idi? Başlanğıc, B son, C isə addımı idi. Əgər addım verilmirsə, addım neçə olurdu? 1 olurdu. Sadəcə bizdə məsələ o idi ki, bizdə B-ni alırdı, son qiyməti yoxsa almırdı? Son qiyməti alırdı, amma Pythonda isə son qiyməti görəcəksiniz ki, almır. Bunun analogu Pythonda belədir. For i in range A vergül B vergül C. O deməkdir ki, i dəyişəni in içindədir. Range aralığın hansı aralığın? A, B aralığının. Nə qədər artır? C qədər artır. Məsələn, for in range yazıb, mən belə yazsam, for in range 2 vergül, məsələn, buradan yazıram, 2 vergül 9 vergül 2. Bu o deməkdir ki, 2-dən başla 2 art. 2, 4, 6, 8. 8-də dayanır. 3 olsa nə olacaq bəs? 3, sonra 5. Bax, 3 başlanğıcda 2 addımdır. 3, 5, 7, 9 olacaqmı? Olmayacaq. Aydındır? Amma algoritmdə olurdu mu? Olurdu. Burada 9 olmayacaq. Ona görə 9 olmaq üçün mən bura nə yazmalıyam? 9 üstəgəl 1 yazmalıyım. Yəni eyni qədər getməyini istəyirsə n plus 1 yazmalısınız ki, eyni qədər getsin. Burada da məsələn B-yə qədər getməyini istəyirəmsə B plus 1 yazmalıyım. For dövründə uşaqlar dövrlərin sayı əvvəldən məlumdur. Əsas üstünlüyü budur. Çünki mən bilirəm ki, konkret neçə dəfə dövr eləyəcək. Və bunu belə də yazmaq olar. For i in range n. Bunu belə də yazırlar. Bu o deməkdir ki, birbaşa i sıfırdan başlayır, neçə qədər qiymət alır? N-ə qədər. N-in özünü yenə almır. Amma ümumi neçə dənə qiymət alır? N dənə. Niyə? Çünki sıfırın özünü də alsa, yenə də 3 versəm, neyniyər? 0 aldı, 1 aldı, bir də 2-ni aldı. Neçə dənə qiymət almış oldu? 3 dənə qiymət almış oldu. Başa düşdünüz? Bu n dəfə təkrarlamanı for in range n-də yazmaq olar. İndi bununla çox şey eləmək olar. Amma əvvəlcə bir dənə də while dövrünə bir dənə balaca nəzər yetirək. Ondan sonra görəcəyik ki, for dövrünə nələr eləmək olur. While dövrü uşaqlar, bu son şərtli, ön şərtli operatorumuz var idi, dövrümüz ona bənzəyir. Şərt ödəndikcə dövr nə edir? Davam edir. Həmin şərti harda yazılır? While-da. Məsələn, fikir verin. Burada while-da nə yazılıb? While n böyükdür, bərabərdir i-dən. Yəni nə qədər ki n i-dən böyükdür, bərabərdir, onda proses nə etməlidir? Davam eləməlidir. İndi hansı proses o dövrün harasında olur? İçində olur. Və dövrün içində olan hər şey dövrdən hardadır? Sağda, solda. Sağda. Biz deyirdik ifa olan şeylər ifdən harda yerləşir? Sağda. Baxın, xatırlatmaq üçün göstərirəm. Məsələn, bu ifa etdiyi ifdən hardadır bu ikisi? Sağdadır. Bu da eyni məsələdir. Dövrdə də dövrə aid olan şeylər dövrdən sağda yerləşir. Məsələn, birdən n-ə qədər tək ədədlərin cəmini tapan Python kodunu həm for dövrü ilə, həm də yəni while dövrü ilə yazaq. Diqqət mənə. Biz artıq bir ədədin tək və yaxud da cüt olduğunu tapmağı bilirik. Necə tapırıq? Əgər ədədi 2-yə böləndə qalıqda 1 verirsə, o necə ədəddir? Təkdir? Yox, vermirsə, deməli cütdür. İndi i hardan qədər qiymət alır uşaqlar? 1-dən başlayır. N plus 1 yazmışamsa ən axırıncı neçəni alacaq? N alacaq. Addımı yazmamışamsa neçə artacaq? 1 artacaq. Və 1 artacaq. Hansı i'lər bəs s-in üzərinə gələcək? Hansı i'lər ki 2-yə böləndə qalıqda 1 verəcək? Yəni tək ədədlər olacaq. Həmin o i'lərin nəyin üzərinə gələcək? S-in üzərinə. Və beləliklə nəyi toplamış olacaq? Tək ədədlərin cəmini. Bu bizi nəyə oxşuyur? O algoritmdə qururduq 1 üstə gəlinsin 3 üstə gəlinsin 5 üstə gəlinsin 7 cəmini ən axırda 2n plus 1. Həmin cəmi tapan. Ondan eynidir. Bunu şərtsiz belə yaza bilərdim. Necə? Bunu silərdim. If-i. Birbaşa belə yazardım. Addım neçə? Addım 2. Çünki 1-dən başlayıb 2 artsa, onsuz bu necə ədədlər olacaq? Tək ədədlər olacaq. If-i yazsan da düzdür. Yazmayıb bura 2 yazsan da eyni şeydir, yenə düzdür. Başa 2 ondan da yazmaq olar. Bəs yaxşı, eyni sualı while-la necə yazmaq olar? Bir də sualın əvvəlinə fikir versəz görərsiniz ki, əvvəldə nəyə daxil eləmişəm? N-i. Çünki mənə n dənə, n-ə qədər tək ədədlərin cəmi lazımdır. N-i daxil elədim. Və fikir verin, s neçədən başladı? 0-dan. Çünki mən nəyi tapıram? Cəmi tapıram. Bəs hasili tapsaydım? 1-dən başlayardı. İndi bunu bilərək 1-dən n-ə qədər olan cüt ədədlərin cəmini tapan kodu yazın. Amma for dövrü ilə. Necə? 1-dən n-ə qədər cüt ədədlərin cəmini tapan Python kodu yazın. Bəli, indi burada. Bunu elə dəyişin ki, cüt ədədləri tapsın.
və hasilini tapsın. Hasil tapanda bilirsiniz SNC-dən başlayır demişəm. Algoritm mövzusunda keçmişik. Ona görə algoritm mən həmişə Python-dan əvvəl keçirəm. Bəli, birdən yenə qədər cüt ədədlərin hasilini tapan Python kodu yazın. Analog kimi götürə bilərsiniz, elə birinci dərsdəsiz. Nöqtələrdə diqqətli olun. Videonu izləyənlər də yazmağa çalışsınlar. Uşaqlar, əgər video izləyirsinizsə, videonu dərs kimi izləməlisiniz və nə deyilir, onu da eləməlisiniz. Kör-körənə video izləmək olmaz. Mən yazdım. Yaxşı elədin. Göndər. Mən də yazdım. Göndər. Orada yazılan kimi ya da Amma cüt ədəd üçündə. sıfırdan başlayacaq. Hasil dedim ha. Birdən var. Hasil sıfırdan başlamaz. Hasil sıfırdan başlasa ədədi sıfıra vuranda sıfır eləyir. Diqqətli. Eni də deyiz götürsün də. Yəni öz daxildir. Burada en vurulsun bir yazıda ya. Yoxsa en Bilmirəm, onu sən tapacaqsan. En üstə gəl bir. Vurulsun niyə yaz? İf işlətməlisə, if işlətməmək olmaz. İf işlətməlisə, if-lə yazmalısınız. Cüt ədədlər və if-lə. İfsiz deyərəm, yazarsınız sonra. Səmralınır. Və sürətdə ol. Son 30 saniyə. Göndər. Mən də yazdım. Göndər. Cüt. Python yarışlarımız başlayacaq 2 həftə sonra. Mesela 1 saat yarım dərs var ha. Onun son yarım saatı Python yarışı olacaq hər dəfə. Burada. Hı? Burada. Orada ola bilər. Başqa burada da. Vaxtınız bitdi uşaqlar. Diqqət. error verdi. Error verdi, ev yox. Error vermək onun tamamı səhv olmağı deməkdir. Ay sağ ol. Amma printi oradan yazsan, hər dəfə düzəlmə çap eləyəcək. Yox, sən düzəltməlisən də onu, amma düz yazmısan. Sən də göndər, qoy burada qalsın. Onu bir dənə daha sileyim. Hə. Kimdə nə şey yazır ay Məhəmməd səndə? Uşaqlar, Məhəmməd səhv yazmayıb, amma artıq iş gördürüb. Niyə? Ha, 2 yazdım. 2-2 gedir, yenə səhv deyil. Onsuz da amma şərtin bir mənası qalmır. Məhəmməd yazanda. Hə. Amma səhv deyil də. Ay yox, səhvdir. Çünki cəm yazır. Mən hasil demişdim. S vurayım. Bir dənə burada səhvim var ki, vurma olmalı idi. Eni daxil elədi, S 1-dən başladı. Niyə 1-dən başladı Aytən? Çünki mən nəyi tapıram? Hasili tapıram. Hasili tapanda 0-dan başlatsam, i neçə olur? i 100 də olsa, S-in qiyməti 0-dırsa, 0-ı 100-ə vuranda 0 eləyərdi. Ona görə 1-dən başladıram ki, bu başlaya bilsin. Və cüt ədəd dedim deyə, cüt ədədlər 2-yə bölüləndə qalxda neçə verir? 0 verir. Ona görə Burada 3-cü ədəd də daxil belədir. edir. En üstə gələn. Məsələn, Kamran koduna baxıram. Kamran kodu 100% düzdür inşallah ki. Hə, Kamran. Sən dümdüz yazmısan. Bax uşaqlar, fikir verin. N daxil edildi, S1-dən başladı. Çünki mən hasil tapıram. For in range 1 n plus 1. Yəni 1-dən n plus 1-ə qədər getdi. Və nə zaman ki i-ni 2-yə böləndə qalıqda 0 verir. Yəni n necə ədəddir? i daha doğrusu. Cüt ədəddir. Onda i-ni götür nəyə vur? S-ə vur və həmin S-i çap elə. Başa düşdük? Aytən. Dəqiq. Bu belə. Sən də düz yazmısan. Musa, sən burada yazmalıydın da bilirsən. Bunu burada yazmalıydın. İnşallah Musa yazığında problem nədir? Diqqət mənə. Musa yazığında problem oldu ki, o fikir verin. Print S-i dövrün içində yazıb deyə hər dəfə S-i çap eləyəcək. Məsələn, tutaq ki 1-də çap eləyəcək. 1-də cüt ədəd demiş. 2, 2-dən sonra neçə olacaq? 2 vur 4. 6. Altdan yazacaq 2, sol altda yazacaq 6. 6-nı vuracaq 4-ə. Sol altdan yazacaq 24.
Sonra 24-ü vuracaq 6-ya. Neçə elədirsə onu yazacaq. Yəni ən axırdakı hasili yazmayacaq. Həm adımın hamısını yazacaq alt-alta. Amma siz print S-i kənardan yazsaz, o deməkdir ki, dövr neyniyəndən sonra çap elə? Bitəndən sonra dövr axıra kimi bitəcək, ən axırıncı S-i tapacaq və onda çap eləyəcək. İndi biriniz mənə kod kimi atın bunu. Mən işlədim sizə cavabı göstərim. Amma Azı ben niye sildin? Səhv yazmışdın. yesin başqa şey istəyir. İbrahim də səhv yazıb deyəsən. Hangi abi səhv elə öyle sildim. Ya elə onda niyə silirsən ki? Biriniz bir kod kimi mənə göndərə biləcəksiniz, mən bir də yazmayayım. Ben çarpıştıracağım. Dəftərdə yazdım. Attım. Dəftərdə yazmaq yoxdur. Dəftərdə hamı tez yazar. Ben Dəftər. çarpıştıracağım. Yox, sən o kodu mənə göndər az. Tipdə düzəltmək lazım deyil. Yok şəkil formasında. Məhəmməd atdı da. Sən oradan seç. Ay sənin də iPhone-dur da. Hə, Məhəmməd atıb uşaqlar. Nəysə. İndi fikir verin. Məhəmməd atdığı kodu götürürəm, yapışdırıram online Python-a. Diqqət, bir dəqiqə diqqəti yayındırmaq olmaz ha. Heç. Bu çox vacib dərsdir. O qədər vacibdir ki, inana bilməzsiniz. Nəysə, bax kodu daxil elədim. Məhəmmədin burada yanlışı yox, artığı var. Bu ikini burada yazmasa da olar. İndi uşaqlar, baxın. Print S-i buradan yazıbsa, mən rana basanda məndən istəyir ki, neçəyə qədər ədədlər. Mən deyirəm ki, tutaq ki, balaca olsun deyə 11-ə kimi. Mən də həll eləmirəm. Yəni səhv. Və error tapdım. Error harda verir uşaqlar? Line altına. Print S-də deyir error var. Gəlin görək print S6-da nə error var. Arxaya 6-da error ondan ibarətdir ki, bax fikir verin. Harda yazmayıbdı? Sol tərəfdə yazmalıydı, amma bir bu qədər artıq boşluq qoyubdu. Ona görə Özü şeydi. bunu düzəldirəm. Və bir də yoxlayıram. Və görəcəksiniz ki, indi 11 verəndə inşallah ki işləyəcək. Gördünüz, bu qədər böyük bir ədəd alındı. İndi balaca ədəd verək ki, doğrudan yoxlayaq, düzalır, yoxsa almır. Məsələn, gəlin verək buna biz 5. 120. Biz 1-dən 5-ə kimi üstü ədədlər tapa bilirik də. 2 vur 4. Verirsən. 8. Gördünüz, tapdım. Kırmızı kalem verelim. Qırmızı qələm, bilmirəm. O qırmızı deyil məncə. Ben de bu kadar. Aferin de. Xülasə, bildiniz də bunu, düzdür? Bəli. Hə, indi uşaqlar. Əgər biz, bilmirəm hansı yoldaşı idi onu yazan, bunu buradan yazsaq, buradan. Onda nə edəcək? Onda şərt ödənsin, ödənməsin. Hər dəfə çap edəcək. Bu çox qorxuludur. Buradan yazma ümumiyyətlə səhvdir. Niyə? İndi görəcəksiniz. Məsələn, mən indi bura verirəm 6. Gör nə olacaq? Gördünüz? 2 neçə dəfə çap elədi? 2-nin özünü 2 dəfə çap elədi. Amma heç olmasa buradan yazsaydım, hər ədədi bir dəfə çap eləyərdi. Amma yenə hamısını çap eləyərdi. Çox deyəsən yapardım. Oradan yox, buradan yazmalıyım. Şeyin altından. Başlayalım. If-in içində S-in altından. Buradan yazılmalıdır. Bastım. İndi verirəm yenə 6-nı. Fikir verin. Gördünüz? 2, 8, ən axırda 48. Bizim ən son cavabımızı alt tərəfdə verdi. Amma əlavə mənə cavablar da verdi. Düzdürmü? Yəni məndən istəsə ki, hər addımda çap elə. Kodu, printi burada yazıram, if-in içində yazıram. Yox, desə ki, ən axırdakı cavabı ver. Yəni ümumi hasili mənə göstər. Onda dala çəkirəm ki, dövr neyniyəndən sonra çap olunsun? Bitəndən sonra çap olunsun. İndi uşaqlar, mən eyni kodu while dövründə yazsam, o kod belə olmalıdır. İndi fikir versəz for-da. İndi başlanğıc qiyməti dövrün içində var? Var. 2 var. Bu da var deyil dövrün içində. Amma mən bura while yazsam, görün while-ın içində elə şey varmı? While həmişə belə yazılır demək olar həmişə. N nə qədər ki böyükdür. İndi bərabərdini qoyaq. Böyükdür, bərabərdir i-dən. İndi fikir verin. Mənim burada i-nin başlanğıc qiymətini görürəmmi? Var burada i-nin başlanğıc qiyməti? Xeyr. Yoxdur. Deməli i-nin başlanğıc qiymətini while-dan əvvəl kim verməlidir? Mən özüm verməliyəm. Yadınızda ya ən əvvəldə alqoritm quranda nə edirdik? I bərabərdir verir deyə 0 və yaxud da 1 verirdi. İndi n-ə bərabər qoymuşam deyə 1 də verə bilərəm. I bərabərdir 1-i verdim. İndi bayaq yadınızdadırsa ikinci yazılan son qiyməti idi. Üçüncü yazılan nə idi? Addım idi. Bəs burada addım görürsünüz while-ın içində? Yox, deməli addımı kim verməlidir? Mən verməliyim. İndi uşaq diqqətli olun. Əgər çaşıb addımı if-in içində versəz, ancaq şərt neyniyəndə addım artacaq? Ödənəndə artacaq. İndi özüm bilərək səhv eləyəcəm. Yazıram. I bərabərdir nəyə? I plus neçə artsın? I plus 1. 1 artsın. Özüm indi bilərəkdən səhv eləyirəm. Və 6 yazıram. 6 verəndə cavab neçə eləməlidir? 48 eləməlidir. Bayaq yadınızda gəldi.
Var cavab? Yox. Yox. Gördünüz? Yoxdur, işləmir. Niyə işləmir? Ona görə işləmir ki. Məsələn, mən 1 verdim, düzdürmü? İni qiyməti 1-dir. 1 2-yə böləndə qalxdı 0 verir? Vermir. Ona görə heç vaxt i-nə eləməyəcək bir addım. Heç vaxt artmayacaq. Çünki i bir vahid artmalıdır axı 2 olsun. 2 heç vaxt çatmayacaq ki, şərt ödənsin. Ona görə i arta bilməyəcək. Ona görə i-ni mən elə yerdən yazmalıyam ki, o şərt ödənsə də artsın, ödənməsə də artsın. Hardan yazsam ödənsə də artar, ödənməsə də artar. İflə necə? 6-6. Bir şey iflə 6-6-6-sa ondan necə olur? Müstəqil olurlar ikisi də. Bir-birindən asılı olmurlar. Ona görə if ödənsə də i bir vahid artır, ödənməsə də bir vahid artır. Və mən bunu basan zaman görəcəksiniz ki, indi 6 verəndə biz 48 cavabını alacağıq. Gördünüz? 6 verdim və 48 aldım. İndi müqayisəli olsun deyə ikisini də qoyacağım ekranda qarşınıza. Gəlin biz bu artıqları bağlayaq. Nə fəndəsiz var? Bu var artıq olur da birisi. Hə, inşallah. Fikir verdisə, mən artıq olan hissələrə nə işarə etmişəm? Sarı ilə işarə etmişəm. Bu i bərabərdir 1-i niyə yazdım burada? Fikir verin. For-un içində i-nin öz qiyməti var idi, başlanğıc qiyməti. Amma burada while-ın içində yoxdur. Ona görə məcburam əvvəldə verim. Və yaxud da 3-cü yazılmasa belə addım neçədir? 1-dir. İndi burada elə bir şey yoxdur, elə bir addım yoxdur deyə məcburam addımı kim versin? Özüm verim. Və hardan verdim? İfin düz altında. İçində yox. İçində versəydim ancaq şərt ödənəndə artardı. Mənə lazımdır ki, həmişə artsın. Amma yalnız nə zaman toplasın və yaxud da vursun, şərt ödənəndə vursun. İndi mən biraz sualın şərtini dəyişmişdim. Mən vurma dedim, burada toplama deyir. Amma prinsip başa düşdünüz də, düzdür? İndi ikinci sual. Deyir ki, daxil edilmiş müsbət tam ədədi tərsinə çevirən Python kodu yazın. Bu yaxşıdır, amma bunu sizə deməyəcəm. Niyə deməyəcəm? Çünki biz bunu o qədər asan yolunu öyrənəcəyik. Görəcəksiniz ki, bu yol mənasızdır. Amma belə bu yol mənasız, uzundur, lazımsızdır və bizə konkret bir şərt də qoymur deyə ki, filan yolla eləyin. Biz asan yolla eləyə bilərik. Bu yol düzdür, səhv deyil. Bu sadəcə bizə nə eləyir? Onluq mərtəbə vahidini keçirir təkliyə, təklik mərtəbə vahidini keçirdir onluğa. Gəlin izah edeyim kodu. Başa düşün, amma yazanda bunu yazmayın. Bu bizə nə üçündür? Onun üçündür ki, qapalı sualda görüb kodu nə edəsən, tanıyasan və biləsən ki, nə iş görür. Amma sənə yaz desə, bununla yazırıq mı? Yazmır. Açıq sualda özümüz yazmır. Amma qapalı sualda nə edəyimi bilməliyik. İndi nə verdim? Tutaq ki, mənfi 45. AB son nəyə çevirəcək? Modula, yəni müsbət 45-ə. Daha oldu qiymət 45. S bərabərdir 0, başladı. Deyir, indi n böyüdü mü 0-dan? Bəli. Onda k nəyə bərabər olsun? M faiz 10. M faiz 10 nə deməkdir? M-in ona bölünməyindən alınan qalığı tap. O da neçə eləyir? 5 eləyir. Deməli, k-nın qiyməti oldu 5. İndi deyir ki, m-i neyinə? Ona tam böl. M-i ona tam bölsəm neçə qalar? 4 qalar, düzdür? Onda m-in təzə qiyməti oldu 4. İndi baxıram, m 4-dür. 4 5-dən böyüdü mü? Bir də s bərabərdir nəyə? S vur 10 üstə gəl k-ya. S-imiz neçədir uşaqlar? 0-dır. 0 vursam ona 4. 0 üstə də k gəlsəm 5. K-nın qiyməti 5 idi və s-in üzərinə gələndə s oldu 5. İndi m 4-dür, düzdürmü? 4 böyüdü mü 0-dan? Bəli, böyükdür. Onda neynə? K bərabərdir 4 faiz 10. Bu sonsuz axı. Sonsuz deyil. 4-ü faizdən ona böləndə neçə qalır? Uşaqlar, 4-ün ona bölməyindən alınan qalıq neçədir? 4-dür. Əgər bölünəndən balacadırsa, qalıq elə bölənin özüdür. Məsələn, ona 5 3-ə bölünəndə neçə qalıq qalır? 2 qalıq qalır. 3 5-ə bölünəndə? 3 5-ə mən çaşdım. 3 5-ə bölündə 3 qalır. 5 3-ə bölünəndə 2 qalıq qalır. Düzdürmü? Çaşdırmaq üçün verdim. Bəs 3 5-ə bölünsə 3 qalıq qalır. Çünki 0 dəfə düşür, 3 qalıq qalır. İndi burada da 4 ona bölünür, neçə qalıq qalır? Elə 4, ona görə k-nın qiyməti olur 4. İndi deyir ki, m-i ona tam böl. M neçədir? 4. 4-ün neçədən 10 var? 0 dənə. Ona görə m neçə oldu? 0. K-mızın təzə qiyməti oldu neçə? 4. İndi deyir ki, s nəyə bərabərdir? S vur 10 üstə gəl k. S-in son qiyməti neçə idi? 5. 5-i ona vursam 50 üzərinə 4 gəlsəm 54. Elə 54 nəyin tərsidir? 45-in tərsidir. Düzdür? İndi m bizdə oldu 0. 0 0-dan böyüdü mü? Yox. Şərt ödənmədi. Hara getdim?
Birdə getdim. Nəyə oxşayır bu uşaqlar? Alqoritm oxşamır? Bəli. Alqoritm oxşayır. Eynisidir. Sadəcə bunun Python dilində yazılmışıdır. İndi fikir verin. Deyir ki, 1 üstü 1 üstə gəl 2 üstü 2 üstə gəlsin n üstü n cəmini tapın. Yəni birdən n qədər ədədlərin qüvvətləri cəmini, yox, qüvvətləri. Özdə hansı əsasdan qüvvətləri? Özü əsasından qüvvətləri. Məsələn, 1 isə 1 üstü 1, 2 isə 2 üstü 2 və s. İndi mən bunların cəmini tapmalıyım. İndi koda fikir verin. Cəm var deyə S-dən başlamalıdır. Sıfırdan başlamalıdır. İndi gəlin birinci formula izah edeyim. S sıfırdan başlamalıdır. N alıb burada. N var, yoxsa N-1-dir? N özü var. Ona görə mən dövrə nə yazmalıyam ki, dövrə N özlü olsun? N plus 1-də yazmalıyam ki, N-in özlü olsun. Niyə N plus 1 yazdım, əziz? Çünki ən son qiymət nə eləmir? For. Almır. N-i almır. N-i alsın deyə nə yazıram ki, N alsın? 1. N plus 1 yazıram ki, N-in özünü də alsın. Bir söz sorsun. Der. Niye n plus bir yazıyor? Niye n üstü n plus bir yazıyor? Düstur da. Evet. Axı 1 üstü 1'dir. Onda 1 üstü 2 olardı da. Tamam orada n götürmüyor. N hesaplamaya bakıyor. Niye n üstü n yazıyor? Onu soruşuyor. Zaten i ən axırda n olacaq, n üstü n olacaq da. Olmayacaq. Olacaq. Nəysə uşaqlar, diqqət. Bax, mən hər dəfə s-in üzərinə nəyə gəlməliyəm? i-nin üstü i-ni. Fikir verin. i 1-dir də, düzdürmü? i-nin qiyməti neçədən başladı? Başlanğıc qiymət. 0 deyil. Bu başlanğıc qiymət 1. i 1-dən başladı. S-i də açıq şəkildə yazıram. Yadınıza gəlir, mən demişdim, bəzi suallarda açıq şəkildə yazmaq lazımdır. Çünki mən cavab lazım deyil. Mənə lazım görüm bunu eləyir, yoxsa eləmir. i 1-dir. Deyir ki, S-in üzərinə nəyə gəl? i üstü i-ni. 1-dir. 1 üstü 1 elədi. 1 üstü 1. Elə üstü ilə yazacağam. Sonra i 1 addım artdı. Çünki addım yazılmayıbsa addım neçədir? 1-dir. Addım artdı oldu 2. İndi 2 hələ yenə çatmayıbdı. Ona görə davam edir. İndi S üzərinə nəyə gələcəm? i üstü i-ni. Yəni neçə üstü neçəni? 2 üstü 2-ni. 4 yazmayacağam. Yəni 2 üstü 2 yazacağam. Sonra olacaq neçə? 3 üstü 3. Daha 2 neçəyə qədər? N üstü n-ə qədər. İşlədi? İşlədi. İndi məsələn, sən desə ki, 1 üstü 1-dən 5 üstü 5-ə qədər, onda n-ə neçə verərəm? 5 verərəm, öz avtomatik ora qədər gedər. Mənim bu yoxsa, doğrusu. İndi bu. Sizə konkret deyilməz while-ını yazın. Amma while-ı bilməlisiniz ki, kodu tanıyasınız. Amma elə sual var ki, onu while-sız yazmaq mümkün deyil. Elə sual var, for-la da yaza bilərsən, while-la da yaza bilərsən. Elə sual var ki, əbobu tapmaq məsələn. Əbobu sən for-la yazmaq çox çətin məsələdir. Amma while-la çox asan yazırsan. Əbobu tapmaq yadınızdandır. Nə qədər ki, A, B-dən nədir? Fərqlidir. Böyükdən kiçiyinə nə? Çıx. İndi, bax, nə qədər ki, fərqlidir. Bax, nə qədər ki, A fərqlidir B. Onu hada yaza bilərəm? While-da yaza bilərəm. Başqa şansım yoxdur. Mən bunu heç vaxt for üstündə yazamam. Elə suallar var ki, for olmur. Məsələn, indi fikir verin. Eyni sualdır, amma while-la yazmışam. S yenə sıfırdan başladı. i-nin başlanğıc qiymətini əvvəldə kim verməlidir? Özüm. İndi n alsın deyə n plus 1 yazmağıma ehtiyac yoxdur. Sadəcə bura bir dənə nə işarəsi qoyuram? Əziz. Bərabər işarəsi qoyuram ki, n-in özünü alanda da işləsin. Sonra qalanı eyni. Yaxşı, bir addım artmalıdır, düzdürmü? Addım burada özündə idi funksiyanın. Yazması da bilirəm ki, bir addım artır. Bəs burada artım kim verməlidir? Biz verməliyik. Addım da neçədir? 1-1. İndi bunu bilərək sizin yazacağınız kod budur. 1 üstü 3 üstə gəl. 2 üstü 5. İstədiyimiz nə? 5 yox. 2 üstü 4. Üstə gəl. 3 üstü 5. Üstə gəl. Nöqtə. N üstü N plus neçə? 2. İndi fikir verin. Mən N-ə kimi getməliyəm. Amma N plus 2 sadəcə qüvvətdir. Yazın. Çətin deyil. Çox asan. Sadəcə i üstü i deyil. I üstü nədir? i plus 2. Bəli, i üstü i plus 2. Asandır. While dövrünə yazın göndər. While-la? Bəli. Asandır da. İndi mən də azə həllini zaten dedim. Onda forna yazmağa nə var ki? While dövrünə yazıb göndər. N-in özünü alır. Vaxtınız da təqribi 3 dəqiqə yarımdır. Su içəniz var. Mən bir dənə su götürüm, gəlim.
O vayla qədər en kötüdür ya. Son olursa ne? Sen de en kötüsün. Hazır. Gedir Aytən. Buyurun benimle. Gəl bura. Hə? Sən gəl. Stolla gəl də. Sən köç bura, yanıma köç, mən sənə izah edəcəm addım. Hamısıdır. Kimin sualıdır bu? Bəli. Yo, i bərabərlik plus 2 belə yazılmazsan. O 2 addım artacaq. Onda belə olacaq. 1 üstü 1, üstə gəl 3 üstü 100, üstə gəlsin 5 üstü 5. O addımdır. Sən yazan belə eləyəcək. Mənə lazım deyil ki, mənə lazımdır ki 1 üstü 3 olsun. Düzelt kodu. Hardasın? Atmışsın. Link kimi attım, öyle girin, açtırıp koyuyorlar. Aytən bax, birinci bir yazmağa başla. İndi nə etməlisən əvvəlcə daxil. İndi daxil elə. Sən hara qədər yazmısan? Buyurun mən. Düzəltdim. N plus 1 yox. Niyə? Biz i-dən danışırıq. 1 yazmısan, 1 yox. Cəsur i. Ondan ancaq 1 yazacaq ora. O neyse. O düzdür. Yuxarıda N plus i. i plus. i vur i üstü 2. Ay sağ ol. İndi bax düzdür. Amma altda i plus 2 yox. Ha, o düz yazmasın. O yazmayı düşün. Ha, indi düzdür bax. Eyni daxil elədim. İndi mən cəm tapıram. Desə neçə verəcəksən? Necə yazıyorum? Cəm olanda neçə olur? S cəm olanda 0-dır. Hasil olanda 1-dir. İndi 0 ver. Nereye yazıyorum? Son 30 saniyə. Biraz değilsin biraz. Mirağa nə oldu? Benden eser. Gelin başka iş. Başka. Mehmet. 60 oldu. Niye? Cəsarət Sen düzəl. burada promosi yapıyorsun. Bu istedi. Amma i plus 2 nədə yazmalısan? 4'te yapıyorsun. Bax, birinci dərəcələ Ondan sonra yazmışam. əməl nədir? Burada- Birinci dərəcə əməl nədir? Şey, Qüvvət yüksək. qüvvət, sonra- O, i-nin üstü i-ni tapacaq, sonra üzərinə 2 gələcək. Sənə lazımdır ki, i-nin üstü i plus 2-ni tapsın. Onda i plus 2 nədə yazmalısan? I plus 2-ni şeydə mərkəzdə. Bəli. Hə, tamam. İndi bax, i-nin başlanğıc qiymətini verməlisən. i neçədən başlayır? 1-dən başlayırsan, i-yə 1 yazarsan. Aslında şeyle, 2.5 bu. İşləyim. Senin forma yazsa. Yox. İndi ardına bax. Daha indi yanımda oturarsan mən qalanlarını sən başdan izah edəyəm. Uşaqlar bax bitdi. Mira. Diqqət. Mənə düşdü. Uşaqlar. Şey bende de. Baxın. Görək kim düz atıbdı. İbrahim atıbdı. İbrahim atana baxıram. İbrahim, səhv yazmısan. Gelemiyorsa. İndi bura nə qoymalıyıq ki bu alınsın? Düz yaxşı çalışdın amma səhv yazdın. Burada belə ola bilməz. Belə eləsə səhv işləyəcək. Sən yazamısan nə uşaq? İbrahim yazdığına baxın. İbrahimin yazdığı bunu tapır. Məsələn, 1 qoyanda 1 vurulsun 1 üstü 2. 2 olanda belə olur. 2 vurulsun 2 üstü 2. 3 olanda belə olur. 3 vur 3 üstü 3. Mən belə demişdim. Xeyr. Yox, mən belə deməmişdim. Yəni 3 vurulsun daha doğrusu 3 üstü 2. Sonra 4 vurulsun 4 üstü 2. Başa düşdün İbrahim, sənin səhvin nədir? Bəli. Sən yazdığın kod onu hesablayır. Əgər mən onu soruşsaydım düz ola bilərdi. İndi biz bu arada hansı ədəd yazmalıyıq? İndi uşaq Ədəd fikir ver. yazmırıq. Bax, bu Hacıbəyin kodudur. Hacıbəyin kodunda problem odur ki, əvvəlcə nəyə qoymayıbdı uşaqlar? 2 nöqtəni qoymayıbdı. Birinci problem budur. İkinci problem odur ki, mənim son həddim neçə idi? N idi. Bu hara qədər gedibdi? En üstü. N plus 2-yə qədər gedib. Mənim N plus 2-yə qədər getməyimə ehtiyacım yoxdur. Yine şimdi. N-ə qədər getməyim bəsdir. Çünki qüvvət onsuz da özü avtomatik gedəcək. Mən axırıncı N-i versəm, i N olsa, zaten burada N üstü neçə olacaq? N plus 2. Ona görə N plus 2-yə qədər getməyimə ehtiyac varmı? Yoxdur. Orada yazılan. O sonra götürməyəcək. İkisi bərabər Sual qalsın. Zaten çözülürsən də sualı biraz dəyişirəm. Həmin sual olur da. Məsələn, nə verməm İkisi gözləyirsən? bərabər. Ben şeye başlaşmam. Bu ne hesaplayır ona başlaşmam. Yaxşı, indi təzədən izah edəcəm sənə. Sonra uşaqlar fikir verin. İni bir vayda artırır. Və axırda da S çap edir. Tutaq ki, bu eni yazmamışdı. Onu bir dənə kod kimə göndərdi Hacı bəy? Yaxşı. Əli, sən burada i üstü 3 yazmısan?
Yaxşı cəhddir. Amma sən yazamsan nə edəcək? 1 üstü 3 üstə gəlsin 2 üstü 3 üstə gəlsin 3 üstü 3 bunu hesablayır. Bildin səhvi? Amma mən sənə bunu istəmirəm. Mən 1 üstü 3 üstə gəl 2 üstü neçə demişdim? 5. 2 şart. Yəni i özü bir-bir artmalıdır. Hər dəfə də qüvvəti i-dən neçə vahid böyük olmalıdır? 2 vahid böyük olmalıdır. Ona görə uşaqlar mən kodu indi sıfırdan yazıram. Bax necə yazılır izah edirəm. Məndə var. Amma kodu yazıram error verir. Error verə bilər. Kim idi o error verir deyən? Mənim. Əli, bax error ona görə verir ki, print s buradan yazılmalıdır ən qabaqdan. While-ı böyük hərflə yazmısan, while-ı balaca hərflə yazmalısan. Böyük hərflə while olmaz. İndi uşaqlar, kodu özüm yazıram elə başdan. İndi fikir verin. N daxil edilib. S1-dir. Məndə hasil istədi, cəm istədi, cəm istədi. Cəm istədi deyə S neçə olacaq? 0 olacaq. Hə, i başladı 1-dən. Mən sizdən tapmağınızı istədiyim şey bax buydu. Bax zoom olsaydı, zoomun bir dənə gözəl cəhəti var ki, qələm açırsan, ürəyin harda istəyir yazırsan. Burada elə şey yoxdur da. Nəsə paint-lə bir dənə yarım ekran eləyəcəm. Hə, bizim əlimizdədir. 1 saat sonra ben öyle eləməyim. 45 dəqiqə sonra, bizim də 45 dəqiqə şeyimiz yoxdur da. N. Ne kadar pul istəyirlər? 5 mi? Yox, şey, 5 manat sizlər alaram. Bilməm nə qədər istəyirlər, amma ki, yəni niyə ödəyək, limit var da. Dollar. Uşaqlar diqqətli olun. İndi fikir verin. Mən sizdən tapmağınızı istədiyim şey budur. S bərabərdir. 1-in üstündə 3 üstə gəlsin. 2-in üstündə 5 üstə gəlsin. Ən axırda n üstü n plus 2. Fikir verdinizsə, həmişə yuxarıda yazılan ədəd aşağıda yazılan ədəddən nə qədər böyükdür? 2 vahid böyükdür. Və aşağı neçə arta gedibdir? 1. 1 vahid arta gedib. Tutaq ki, bir dənə də addım yazıram. 3 üstü neçə olacaq uşaqlar? 2 üstü 5 deyil, 2 üstü neçə olmalıdır? 2 üstü 4, 3 üstü 5. Çünki 2 vahid Orada böyük 1 olmalıdır. üstü 3 yazmısan. Birinin üstüne 2 geldi 3 el. 1 üstü 3 yazmışsın. Və addım qüvvət 2 vahid böyükdür də. 1 üstü 3, 1 üstə gəl 2 3, 2 üstə gəl 2 4, 3 üstə gəl 2 5. Burada da n üstü n plus 2. İndi düzdür. Burada 4-dür, burada 5-dir. Xülasə, indi baxın aşağılar. Aşağılar neçə artır? 1-1 artırlar. Və həmişə qüvvət aşağıdan neçə vahid böyükdür? 2 vahid böyükdür. Bunu da yadımda saxladım. S indi başladı 0-dan. Birinci hədd neçədir? 1. 1-dir. Deməli, i məndə neçədən başlamalıdır? 1-dən başlamalı. İni 1-dən başlatdım. Sonra, hara qədər gedir? Ən axırıncı hədd neçədir? N-dir. Ona görə mən burada nə yazdım? N böyükdür, bərabərdir. Yəni, ən axırıncı hədd N olsun. İndi, uşaqlar, S-in üzərinə nəyə gəlməliyəm? Burada şərtə falan ehtiyac yoxdur. Nəyi? En 2 dənə bərabər qoysaq iyi. Niyə olur ki, ya olmur. 10 Necə? müqayisə edir. Böyükdür beraber. While dövrünün içində də en Aha. bərabərdir iyi yazanda. O müqayisə. Onda i nə vaxt, n nə vaxt i-yə bərabər olacaq, onda... Onda dayanmır ki, yəni yoxsa necə? Nə, bir dənə dayan. O bizə necədir? Bu tərsinədir. Belə də yaza bilərsən. Elə yox, belə yaza bilərsən. Mən bildim sən nə demək istəyirsən. 2 ilə beraber qoy. Nida bərabərdir i yazsan, nə qədər ki i n-dən fərqlidir, dövr davam edəcək. Amma n-ə çatanda bitəcək iş orasıdır ki, mənə n özü də lazımdır, bu yaramır. Başa düşdün? Bəli. Ona görə mən burada belə yazsam düz olardı. N plus nə? N plus 1. Nə qədər ki n n plus 1-dən tutaq ki, fərqlidir, onda dövr davam edəcək. Onda i həmişə arta gedəcək, nəyə çatana qədər? N-ə çatana qədər. N-ə çatanda yenə fərqlidir, işləyəcək. Amma i gəlib çatanda n plus 1-ə daha fərqli deyil deyə işləməyəcək. Düz deyirsən, belə də yazmaq olur. Amma bildin də necə? Belə. Bəli. Amma ən yaxşısı biz standartdan kənara çıxmayaq. Belə yazaq. İndi uşaqlar, mənə lazımdır nə? Mənə lazımdır ki, S-in üzərinə nəyə gəlim? Hər dəfə. Fikir verin. Yenə mən sizə yadınızdadır, algoritm izahını demişdim. N-ci əddi götürün, hara qoyun? Burada yerinə qoyun. N-ci ədd nədir? N üstü N plus 2. Üstü necə yazılır algoritmdə? 2 ulduzla yazılır. Sadəcə n-i yerine nə qoymalıydıq? Algoritmdə demişdim. i qoymalıydıq. i ulduz nə? İyi ulduz. i üstə gəl 2. Bildim İrağa niyə belə oldu? Çünki qüvvət həmişə əmsaldan 2 vahid böyükdür. Mən də n-ci ədədin düsturunu istifadə elədim. Qoydum burada yerinə. Sadəcə n-i yerinə i yazdım və Python qaydalarını da riayət elədim və yazdım. İndi fikir verirəm. i neçə artır Aytən?
i neçə neçə artır? 1 neçə olubdu? 2 olubdusa, deməli 1 artır. Ona görə mən də i-ni burada 1 artırmalıyam. Onda i bərabərdir nəyə? i plus 1-ə. Bəziləriniz i-ni yerinə çaşıb 1 yazırsınız. 1 yox, cəsur. i. Yaxşı? İndən axıda nəyə cavab verməliyəm uşaqlar? Print s-i. Ben kodunu aldım. Düz yazmışdım. Bir an nötralize koymamış. Qoymamısınızsa deməli səhvdir də. Yox, bazar tuturam uşaq. Onlar sindaks səhvdir. Onlar səhv sayılmır. İndi mən baxacağam deyəcəm sənin kodva neçə verərəm. Əsasım o imtahanda. Sənin kodva yox, sənin kodva 1. O tam bal verəm mənə. Çünki bu səhvdir. Mötərizə yox. Bu səhv işləyəcək. Bax, mötərizə olsaydı, olmasaydı, sən necə bax, məsələn atıram. Sən burada 2 nöqtəni qoymasaydı, mən buna bal çıxmazdım. Birinci kvadrat. Çünki aydındır ki, orada 2 nöqtə olmalıdır. Amma 2 nöqtəni qoyan kimi işləyəcək. İndi işləməyəcək. Amma indi qoymusan, bu işləyəcək, amma səhv cavab verəcək. Bildin niyə səhv cavab verəcək? Birinci dərəcəli əməl nədir? Birinci kvadrata yüksələcək. Qüvvəti yüksəltmədir. Ona görə i-nin üstünü tapacaq, üstə sonra 2 gələcək. Sonra da s-i gələcək. Hə. Bu belə olacaq. Mən sənə deyim. Burada yazın bax. 2 nöqtəni qoyaq. S bərabərdir. Sən yazan belə olacaq. S bərabərdir. Məsələn, 1 üstü 1, üstə gəl 2, sonra üstə gəl. 2 üstü 2, üstə gəl 2. Başa düşdün? Hər dəfə i üstünü tapır, üzərinə 2 gəlir. Belə bir sən yazın bu işi görəcək. Ona görə nədə yazmalıyam ki, bu düz işləsin? Mörtəzdə yazmalıyam ki, birinci toplasın, sonra qüvvəti yüksəlsin. Əks halda birinci qüvvəti yüksəltməni eləyəcək. Qalan düzdür. Başa düşdük bu sualı da. İndi keçirik. Eynisini uşaqlar. İndi forma yazmaq nədir? Sizin üçün asandır. Necə yazıram forma? Nəyi? Eyni sual forma yazmaq asandır, yox çətindir. Asandır. Sadəcə burada hər şey eyni qalır. Burada belə yazıram. Forinci range. Səyər 2. Bunda mörtəzə yazın. Sadəcə. Bu qədər asan. Çünki addım elə nəyin içindədir aytən? Yaxşı deyir. Bir artmaq. While-ın içindədir. Çünki biz dedik ki, for in range A vergül B vergül C. Orada C nə idi? Addım idi. Burada addım var aytən. Neçə dənə ədəd var burada? 2 dənə, 3 dənə. 2 dənə var. Üçüncü yoxdur. Deməli, üçüncü avtomatik özü 1-dir. Yaxşı olar ki, mən onu 1 yazım, amma özüm yazmadım ki. Biləsiniz ki, o 1-ə ehtiyac yoxdur. İndi uşaqlar. Bunun asanlığını göstər. Qabaqda keçəcəyik. Bunu keçəcəyik. Bunu hələ yazmayaq. Biraz sadədən gedək. Mən sizə bir dənə alqoritm verim. Yazırsınız. Amma nümunə olaraq da ekranınızda qoy bu qalsın. O qalmasın. Yenə yazırıq. Elə bu qalsın. Siz yazma olduğunuz budur. Elə bir kod yazın ki, S bərabərdir 2 üstə gəl. Oraya yazmışsın. 5 üstə gəl. 8 Nə yazın? Python'da. Forma. Tamam. Ürəyin nə istəyir? Nə istəyir yazın. İndi burada müstəqilsiz. Üstə gəl 8, üstə gəl filan. N plus 3. Cəmini tapan Python kodu yazın. İndi fikirləşin. Neçədən başlayır? Neçə artır? S hansına başladığıdır. Nə? S-dən başlayacağıdır. S ümumi cavabdır. Neçədən başlayacağı budur. Yox, o kodda deyirəm, forinci range-də. Bax, foreign range-də S0. S0 o deməkdir ki, cəmdirsə S0-dandır, hasil isə Burada 1-dəndir. i yoxdur. i vardı, i budur. Deforla yazırıq. Bir de diğer düz. Ürən nə istəyir? Bu cəmi tapan Python kodu yaz sadəcə. Fikirləşin, başlanğıc qiymət neçədir? Neçə artır? Neçədə dayanır? Onu düşünün. Üç artır. İndi hələ biz for dövrünü işləməmişik test olaraq. Sizə biraz yazmaq bir balaca çətin gəlir. Amma işləyəcəksiniz evdə ona aid bir 100 sual. Ondan sonra yazmaq daha asan gələcək. Yazırsan. Bax fikir ver. Əziz sən də gəl bura. Sən biraz belə gəl. Məsələn. Fikirləşək. Şolar. Lüfiyə baxın. Müəllim bitirdim. Yaxşı. Bax mən nəyi tapıram? Cəmdir yoxsa hasildir? Yanda yaxşıdır. Cəmdir, düzdür aynen. Cəmsi SS-dən başlayır, bayaq dedim.
Cəm neçədən başlayır? Sıfırdan yoxsa birdən? Sıfırdan. Neçədən başlayacaqsınız? Sıfırdan. İndi başlanğıc qiyməti neçədən başlayır görürəm ki. Yox, bax, ən birinci ədəd neçədir? 2. Deməli neçədən başlayır? 2-dən. Bəs i neçə artacaq? 300 artacaq. Deməli, i-ni 2-dən başlatmalısan və neçə artırmalısan? 300 artırmalısan. Onda mən for in range yazsam, diqqətlə bax. Məsələn, for i in range Müəllim yazdım işləri. 2 başlanğıc qiymətidir. İkinci yazan nə qiymət olmalı? Son qiymət. Ən son hara qədər gedib? N plus 3-ə qədər. N yazmam kifayətdir. Amma N-in özünü də alsın deyə N neçə yazacağam? N plus 1 yazacağam. Üçüncü yazılan nə idi? Addım idi. Neçə artır aytən? 3 artır. Deməli mən bax range-in içini təzədən yazıram buradan. Range-in içində 2 vergül N plus 1. Neçə artmağını da yanına yazmalısan. Neçə artır? Aytən gülsün izah sizin üçün edəcəm. Neçə artır aytən? 2 artırsa deməli burada bir dənə də 2 yazmalıyam. İndi fikir verirəm. S bərabərdir. Cəm deyirsə S üstə gəl yazmalısan. S üstə gəl nə? N-inci əddim nədir? N plus 3. N-inci əddi yerinə qoyurduq. Sadəcə N-in yerinə nə yazırdıq? I yazırdıq. İndi N-in yerinə I yazsam. Oldu I plus neçə? N-inci əddi yoxdur burada aytən. O N-inci əddi gətirib burada yerinə qoyuram sadəcə. I plus 3 bitdi. Ən axırda print. Mənə lazımdır ən axırdakı cəm. Cəm nədir məndə? S-i verdim çapa. Sadəcə indi ən əvvəldə N bərabərliyin yazıram. Bir də ondan sonra S bərabərdir 0 yazıram. Burası da əvvəldəki kimi. Kesin. Sən çox uzağa getmə də. Sən çünki gedəcəksən, mən nəsə izah eləmək istəyirəm sənə. Bunlar keçiblər, bunlar çox bilirlər. Mən bax. Uşaq vaxt bitdi. Düz yazmışım. Yox, səhvdir. Ay da mən çaşdırdın Deyəz də yandı deyə mən. Bir dəqiqə. En üstə gəldik. Ayaq, səhvdir. Tamam. Elə şey, S bərabər. Hər dəfə sizə 3 gəlir. Ben bir dakika mən. Deyəsən 2 dəfə. Ya, iyi gəlməlidir üstünə, düzdür. S də gəlsin iyi. Səhv eləmişsiniz. Kim while dövrünə yazıb? Mən. Kim for-na yazıb? Bir dənə for-a baxırıq, bir dənə. Hə? Mən var da. Ay yox, Biz onu aldıq. Mənim S... Hələ bax. Düz yazmışım. indi sənin koduna baxıram. Harada səhvin var, error verir? Səhvin oradadır ki, xəyal baxsan lövhəyə. S-i dırnaqda yazmısan. S dırnaqda olanda dəyişən deyil, hərfdir. Sən S-i dırnaqsız yazmalıydın. Xətan buradadır. İndi düzəldi bax. Yenə səhv. Birinci Kamran'a baxım, görüm Kamran nə deyib. Uşaqlar, Kamran koduna fikir verin. Kamran doğrudan düz deyir. Niyə? Baxın. Belə eləməli Kamran. Uşaqlar, fikir verin. Mən deyən kimi, bizim i-miz neçədən başlayır? Bir dəqiqə, bu kod bu deyildi. Mən başqa sual yazmışdım. Hara getdi o sual? Buradan təzədən yazıram. S bərabərdir. 2 üstə gəl neçə idi? 5 üstə gəl. 8 üstə gəl. Bla. N plus 3. N plus 3 məndə N-inci əddir. Yadda saxlayın. İndi neçədən başlayır uşaqlar i? 1-dən. 2-dən. 2-dən başlayır. Kamran neçədən başladıqdır? 1-dən. 1-dən başlamaz. 2-dən başlamalıdır. Mən while-dan yazdım. i 2-dən başlamalıdır. Birinci problem. İkinci problem. Kamran addımı heç yazmayıbsa, addım neçə artır? 1-1. Amma məndə neçə artmalıdır? 3 artmalıdır. Deməli, mən vergül qoyub neçə yazmalıyam? 3 qoymalıyam ki, 3 artsın. Onlar düz eləməli. İndi, hər dəfə i-nin üzərinə neçə gəlib gəlməlidir? 3. Hər ehtimalı yoxlayıram. i-yə 1 versəm neçə eləyər? İyə bir versə 4. Necə? Burada nəsə var. Burada nəsə var. Kod belə deyil. Kod belə deyil. Diqqətli olun. Baxın. Məsələ nədir? Məsələ ondadır ki, mən bunu bu formada eləyə bilmərəm. Belə yox. N-inci ədlə eləyə bilmərəm. N-inci ədlə işləmir. Çünki N-inci ədlin düsturu tam uyğun deyil. Mən N-ə neçə verməliyəm ki, onun üzərində 3 gələndə 2 eləsin? Neçə? 3. Neçə? Ya. Nə verməliyəm ki, üzərində 3 gələndə 2 eləsin? Mənfi 1. Onda neçədən başlamalıdır bizim işimiz? Əgər belə yazırsansa, Kamran, bu formada yazırsansa, onda mənfi 1-dən başlamalıdır.
Özü sən şey nə üçün qeyd edir? İyni nə üçün? Özdə ki, burada i'nin qiyməti, i'nin özü fikir verin. 1 versəm, neçə aldım uşaqlar? Mənfi 1 versəm, üzərinə 3 gəldim, 2 aldım. İndi neçə versəm 5 alaram? 2. 2 versəm. Deməli neçə artır? 3 artır. Çünki 2 versəm, əla. i mənfi 1 2-dən 3-dən artsa, 2 elədi, 2-nin üzərinə 3 gələndə 5 elədi. İndi bu bu düzdür. i plus 3 nəsə olur? İndi gəl niyə oldu? Gəl yoxlayaq. Gəl yoxlayaq. O bir üsulla deyəcək. Bu üsulla 3 belə. səhvdir burada. İndi izah edəcəm. Bir dənə səbəb ol, ikinci yol deyəcəm. Bir də mənim var. İndi birinci üsul. Bax, birinci üsula baxıram. Eninci ədədin düsturunu da yazmışam. Enin yerinə mənfi 1 qoydum. Düzdürmü? Mənfi 1 üstə gəl 3. 2-ni verdi. Elə olur. Bax, i'nin qiymət, birinci qiymət nədir? Burada yazılan. Mənfi 1. Hə. Mənfi 1-i burada qoydum yerinə. Mənfi 1 üstə gəl 3. 2. S-in qiymətinə birinci yazdım. Bərabərdir 2. İ'nin qiyməti neçə vayd artdı uşaqlar? 1 Yo, addım 3 yazıb. 3 addım artdı. Mənfi 1 idi, 3 addım artdı. Neçə oldu? 2 oldu. İ'nin qiyməti oldu 2. İndi i plus 3'ü qoyacaq. Yəni 2 plus 3. 5. 5. Üstə gəl 5. Oldu? Hə, bəli. Oldu. Sonra i 3 addım artacaq 2. Neçə olacaq? 5. Sonra i'nin yerinə burada 5 yazsam. 5 üstə gəl 3. 8. Oldu mu? Bəli. Oldu. Burada 2 idi də axırıncı qiymətdə. Oldu da çəşit Bəli, olmamış. bəli. Mən Oldu. oradakı 2-yə bax. Amma mən istəsəm ki, normal sadə formada yazım, onda bu yaramayacaq. Mən başqa şey fikirləşməliyəm. Mən nə etməliyəm? Fikir verirəm uşaqlar. i'nin başlanğıc qiyməti neçədən başlayır? 2-dən başlayır. Neçə artır? 3 artır. Və elə sadəcə nəyi gələrəm s-in üzərinə? i'nin nəyini? i'nin özünü gələrəm. Və bundan neçədən başladaram? Neçədən başladaram? 2-dən başladaram. İndi baxın. i'nin birinci qiyməti neçədir? 2. S-in üzərinə 2 gəlsəm? 2. Sonra i'nin qiyməti 3 faiz artdı 5. Sonra neçəni gələcəm? 5-i. Sonra 3 faiz artacaq? 8. 8. İndi problem oradadır ki, mən bu formada yazıramsa, daha bura n plus 1 yox. N plus neçə yazmalıyım? 4 yazmalıyım. Çünki ən axırıncı neçəni almalıdır? N plus 3-ün özünü almalıdır. Bayaqkında alacaqdı. Niyə? Tutaq ki, ən axırıncı tutaq ki, mən yenə 5 vermişəmsə, 5 üstə gəl 3, 8. 8-i orada yazır. 8-in özünü yazır. Amma mən burada n-ə 5 versəm, n plus 1 ilə, 5 üstə gəl 1 neçə edir? 6. Heç vaxt burada 8 olmayacaq. Çünki mənə lazımdır ki, n plus 3-ü tapsın. 8 olsun. Burada 8 olacaq mı? Olmayacaq. Ona görə mən bura n plus 4 yazmalıyam ki, bu növbəti addımda 2, 3 vaiddə artıb neçəni versin mənə? 8 verir. Gəlin bir dənə n-ə qiymət verək. Məsələn, n-ə 6 versəm. 6 da vermirəm. Biraz da böyük qiymət verək. 8-dən sonra gəlin. 11 verirəm. Gəl 11 verək. Bunları da təmizləyəcəm. Gəlin indi 11 verək. Ayda səhv yerdən bastım. Buradan basmalıydım kontrol edin. Yan pəncərə açmışam deyə. İndi fikir inşallah. S-i bir dənə də yazıram. S bərabərdir 2 plus 18 5 plus 8 plus tutaq ki 11 filan filan filan. Ən axırda da n plus 3. İndi buna bax. İndi mənə lazımdır ki, mən 11-in özünü alım orada. 11-ə kimi getmək istəyirəm. İndi Kamran yazan kodda mən bura 1 yazsam. Bax, burada 1 yazıram. N plus 1 yazıram sadəcə. Görə indi burada nə olacaq? İ'nin birinci qiyməti neçədir uşaqlar? 2-dir. Çünki başlanğıc qiyməti neçə yazmışam? 2 yazmışam. İ'nin birinci qiyməti 2-dir. Onda 2-ni gəldi nəyin üzərinə? S-in üzərinə. S-in qiyməti oldu elə 2. Növbəti addımda i neçə vayd artdı? 3 addım artdı. Neçə oldu? 5 oldu. 5-i gəldim. Mən klaviaturdan neçə vermişəm? 11 vermişəm. 11 üstə gəl 1-də ən axırıncı 11 alır. Razısınız da? Nəysə. 5-i gəldim. Sonra i 3 vayd artdı. Neçə oldu? 8. 8-i gəldim. İndi diqqətli olun. i növbəti addımda nə qədər artır? 3 vayd artmalıdır, 11 olur. 3 vayd artmalıdır, 11 olmalıdır. Amma fikir verin. Mən bu düsturda n versəm, n 11 versəm, 11 plus 3 neçə eləyir? 14. 14 eləyir. Yəni mən burada neçəni görməliyəm hökmən? 11. 14-ü görməliyəm. İndi 14-ü görəcəm. Yox, çünki 11-ə çatdı, proses bitdi. Başa düşdün Məmməd nə demək istəyirəm? 14-ün özünə çatsın deyə mən bu son həddən bir vayd yuxarı götürməliyəm.
n plus 3, burada da olacaq n plus 4. Və artıq ən axırıncı həddə də alacaq. Niyə? Çünki 11-dən sonra eyni qiymət tutaq ki, indi 11-dir. 11 üstə gəl 3 neçə elədi? 14. Aysa 14 elədi. Belə bax. 14 elədi. 14-ü də gəldi bunun üzərinə. Sonra 14 3% artanda daha şərt ödəməyəcək çünki 15 aşacaq və proses bitdi. While Nə on. vaxtına baxarsan? Nə? Nə vaxtına baxarsan? Şimdi sənin hattı var baxın. Aşağıda da. Sən hara alardasan qardaş? Karizma deyir. Nədir? Karizma deyil, maşallahdır. Düz yazıb uşaqlar. Düz. Mən də Tam belə düzdürmü? yazmışam, mən də. Əslən düz görsənir, amma indi tam düzdürmü? Ona baxacağıq. Mən də eyni şey. Tam düz olduğunu yoxlamaq üçün bunu yoxlamaq lazımdır. Tam dəqiqətlə baxmaq lazımdır. Gəlin buraya yapışdıraq, tam ekran baxaq. Nəysə, bizim i-miz baxıram ki, neçədən başlayır? 2-dən. Başlanğıc qiyməti 2 verib, düzdür? Düzdür. Əslində deyirsən. i neçə artır? 3 artır, amma onun yenə səhv oldu ki, o n-ə qədər getməli deyildi. O n plus neçəyə qədər getməli idi? N plus 3-ə qədər getməli idi. N plus 3-ə qədər getməli. Ona məndə düzdür də. Hə. Yox. Allah qədir. Hə, düzdür. İndi uşaqlar, Səhkidir. bunu bəs opsi kodla yazsaydım necə olardı? Bax belə. i bərabərdir i plus 3-dən. Əgər bu birisindən yazsaydım, altda i neçə artmalıydı? 1. Nəysə, bundan öyrənimiz bəsdir. Çox dərinə getməyə vaxtımız yoxdur. Keçdik indi növbəti suala. Diqqət. Yeni bir sual verirəm, o sualı yazmalı olacaqsınız. Son yarım saatda testlərə baxarıq. Zaten testimiz yəqin ki çox yoxdur da, düzdür? Düzdür. Yox, hələ 37-dir. Ay, son yarım saata girdik. 23 dəqiqə oldu. Qoy dördüncü gəlir. Kod yazaq keçsin də. Kodlara baxaq. Yox, dərsə baxmalıyıq. Yazın evə hələ bir, evə, Tapşırıq qal. evə. Tapşırım. Pythondan bir dənə dimin kitabını mənə verin. Olar. Evə Python. Evə dimdən Pythondan dövr operatorları ədədlər üzərində əməllər. Dövr operatoru. Ədədlər üzərində əməllər. Baxın neçə test var. Şolar. Belə eləyirsiniz. Qapalı testlərdir. Qapalı testləri işləyirsiniz, açıqları da işləyirsiniz. Yəni belə, təklər, amma hamısı. Qapalı, açıq, təklər. İzahlı da. Neçələndir? Ümumi Ətrafına da yazaq. ətraflı ilə bir yerdə. Ətraflı ilə bir yerdə 151 sualdır. Onda yarısını yazırsınız. Cəmi 70 sual, 75 sual. Çox deyil. Mən orada çox kod yazmaq istəyirəm. Hə, indi içində qapalı suallar da var, açıq suallar da var. Yox, açıq suallar. İndi gəlin biraz. Telefonla yazaq. Hə? Kodları telefonla yazaq, yoxsa dəftərə yazaq? Dəftərə yazın. Planşetdən yazın. Dəftərə yazın. Telefonla yoxlayın, hazır cavabı dəftərə yazın, sonra mənə dəftərdə gətirin. Vay belə, belə çox uzun çəkir. Heç nə olmaz, sən bacararsan. Dəftərdə kodlar qalmalıdır. Bizim hətta kod dəftərimizdə bir dəftər olacaq. Təmiz türk olur. Qabil Türkoğlu. Olma, kim olsun. Nişdə estetikaya ala şeydir də. Mən o adamı baxa bilmirəm. Niyə belə? Baxmır, çünki çox söyüş. Mən söyüş xoşlanmıram. Mən heç söyüş səni görmüşəm. Mənlik bir şey deyil. Nəysə, uşaqlar, dərsə davam. İndi bir dənə dimin kitabını açın, ətrafında yazırsınız. Oydu, mən çox verirəm. Ay 173 sualdır, nə deyir? Asan-asan inşallah gedəcək, çətin olmayacaq. Nəzə birinci uşaqlar, bir dövrlərdən bir iki suala baxaq. Ondan sonra kod yazaq. Ondan sonra şey eləyəcəyik. Ev tapşırığına baxacağıq. Ev tapşırığa baxaq. Qısaca. Yox, indi şeyə baxırıq. Dövrlər. Dövrlərə. Mən indi buradan izah eləməsəm, evdə ay müəllim başa düşmədi. Ay müəllim eləyə bilmədi. Bəli. Mən bilmirəm sizi. Nəysə uşaqlar, deyir ki, bu hansını eləyər? Gəlin baxaq. N neçədir? 1-dir. N 1-dir. İndi bax fikir verin. Print nəyin içində verilib? 4-ə qədər də mən. Print nəyin içində verilib? Valensi. Dövrün içində verilib deyə hər dəfə nə edəcək? Təşəkkür. Print eləyəcək. İndi gəlin baxaq. Nəysə. Buradan printləri yazacağam. N 1-dir. Print nə? N. Yəni 1 getdi çapa.
Sonra deyir ki 1 n bərabərdir nəyə? 2. N vurulsun 2-yə. Buradan da n'in qiymətlərini yazıram. N 1 idi. 1 vur 2 elədi elə 2. N'in yeni qiyməti oldu 2. 2 kiçikdir mi 5-dən? Bəli. Bəli. Onda print n. 2 hara getdi? Neçə? 3, 5. Çapa getdi. Hə, 6. 2 getmə. Hə, 2 getdi çapa. Sonra 2 vahid artdı neçə oldu? 4 oldu. 4 oldu. 4 5-dən kiçik idi. Bəli. Bəli. Onda print nə? N. Yəni print neçə? 4. 4. 4 getdi çapa. Bir ya. İndi n 2-yə vursam, n 2-yə vursam, 8. 4 n 4-ü 2-yə də vursam 8. 8 kiçikdir mi 5-dən? Xeyr. Yox. Onda. Ödənmədi. Ona görə getdi. Ən axırda nə çap elədi yenə? Print. N-i. O hansı n-də artıq? Son n. Son n-imiz neçədir? 8. 8. Deməli bir dənə də burada 8 var. C var. Başa düşdük? Bir dənə deyər. Bax axıra kimi gələcək, Bir dənə amma deyirəm. eni çap edəcək. 8 8 çap böyük edəcək. ədədlər oldu. Nə edəcəyik onda? Axıra kimi gələcəksən. Eləyəcəksiniz. Yox, qaydan başa düşəcəksiniz, məntiqlə gedəcəksiniz. Niyə axıra kimi gedirsiniz? Bax, n neçə verilib? Məmməd 1 verilib. N-ə 1 verdim. Bir də bax. 1 kiçikdir mi 5-dən? Bəli, onda print n. Yəni neçə? Çap elə. 1-i çap elədi. 1 getdi çapa. Çap elədiklərini buradan yazıram. 1. Biraz buradan yazım ki, görsəniz. Sonra deyir n-i nəyə vur altdan? 2-yə vur. 1 2-yə vursan 2. 2 kiçikdir mi 5-dən? Şərti yoxlayıram. Bəli. Onda print n, yəni 2. 2 getdi çapa. N 2-yə vur. 4. 4 kiçikdir mi 5-dən? Bəli. Onda 4 getdi çapa. Yenə n-i vur 2-yə. 8. 8 kiçikdir mi 5-dən? Yox. Yox, deyil. Ona görə şərt ödənmədi. Şərt ödənməyəndə while-dan çıxdım, amma altda bir dənə nəyim var təzədən? Bir dənə də printim var. Onda n getdi çapa. Hə, yox, altda print n varsa. Bu print olmamasaydı yox. Başqası Print n var deyə ən sonuncu n-i bir dənə də çap edirəm. Çünki n-in son qiyməti 8 idi. 8 də getdi çapa və doğru cavab oldu C var. İndi ola bilər söz deyim. Biz burada indi print n-i istəməsəydi bizdən. Orada n-in neçə qiyməti istəyir desə, orada 4 yox, 8 olmayacaq. 4 olacaq. Bunu verməsəydi, Yox, bunu verməsəydi. Bunu verməsəydi, n nə qədər qiymət alacaq? dörd. Neçə qiymətlər var? soruşsa sən n-in son qiyməti nə olacaq? Yox. Soruşsa n-in son qiyməti nə olacaq? Cavab 8. 8-dir. Amma desəz ki, çapa ən son nə gedəcək? 8. 4. Hə, çapa 8 Bu olmasa, bu olmasa, bu olmasa. Ən son nə gedəcək? 4, amma son qiymət neçədir? 8. Çünki n bərabər n vur 2-ni artıq deyibdi. Deyib ki, n dəyişsin, n vur 2 olsun. De. Mən biz indi bunu proqram yazsa. Qətiyyən qapalı sualı proqram izlə yazmırsınız. Qapalı sualı alqoritm kimi işləyirsiniz. Bildiniz hamınız? Bəli. Qapalı sualı proqram izlə yazım cavabı almıyor. Belə şey yoxdur. Ancaq açıq sual. Orada yazırsınız. İndi fikir verin uşaqlar. İ-neçdən bax, S-neçdən bir dənə də fordan işləyək. Diqqətlə baxın bura. 0 nə qiyməti idi i-nin? Başlanğıc. S neçədir? S4-dür. i neçədən başlayır aytən? 0-dan. 0-dan başlayır. İ yazdım 0. İndi deyir ki S bərabərdir. S vur 2 üstə gəl i. 8 9. İndi S-imiz neçədir uşaqlar? 4-dür. İ-miz neçədir? 0-dır. Cavab İndi baxın. 4-ü neçəyə vuracaq? 2-yə. 2-yə vuracaq. Çünki 4 S-dir. S-i vurdu 2-yə. 8. 8 üstə gəl i. I də 0-dır deyə elə 8. S-in yeni qiyməti oldu 8. Abi səbirli ol da. Addım yazmayıbsa, addım neçədir? 1-dir. Deməli i bir vahid artdı, 0 idi oldu 1. İndi 1 qoyacaq yerinə. S-in son qiyməti neçədir? 8. 8-i 2-yə vursam 16. 16. 16-ın üzərinə neçəni gələcəm? 1-i, 17. o da olacaq 17. İndi addım yenə bir addım artdı. Oldu neçə? 2. İndi S-i vuracam 2-yə. S neçədir? 17. 17-ni 2-yə vursam 34. Üzərinə nəyə gələcəm? i-ni. i neçədir məndə bu dəfə? 2. 36. Oldu 36. İndi diqqətlə baxın. i-nin üzərinə 1 gəlsin neçə eləyir? 3 eləyir. Amma mən demişdim ki, 3-ü neynəmir? Almır. İndi ən axırda deyir neynə? S-i çap elə. S-də neçə oldu bizdə? İndi ola bir dənə söz 36. deyim. İndi orada bayaq n-lə işləyirdi. İndi bu da 3 üstə gəlsin 1 olsaydı 3 alacaq. Başa düşdük? Bəli. Nəsə, fordan da bir dənə işlədik. Mən başlayım. Hə, uşaqlar. Bu sizə aid deyil. Yox, hələ keçməmişik. Bax, diqqət, suala diqqət. Uşaqlar, sual nə inir deyəndə bir dənə nə verəcəm yenə? Rəqəm verəcəm. Rəqəm verəcəm. Məsələn, deyir sual nə inir? Gəlin elə bir dənə ədəd verək. Məsələn, 3 verəmərəm. Çünki bax fikir ver, ədəd rəqəmlərini ayırır. Bax, cüt rəqəmlərinin sayı, cüt rəqəmlərinin, bax, rəqəmləri sözü varsa variantlarda. Deməli, mən ədədi bir rəqəmli ola bilər? Yox, bir neçə rəqəmli olmalıdır ki, işləsin. Yaxşı olar ki, 2 rəqəmli və yaxud 3 rəqəmli verim. Mən indi verəcəm 2 rəqəmli bir ədəd. Tutaq ki, 32. Çalışın 0 olmasın ədədinizdə. 32-ni verdim yenə. S neçədir? 1-dir. Deyir ki, n böyüdü mü 0-dan? Bəli. N 32-dir və böyük 0-dan böyüdür. Onda deyir, k nəyə bərabər olsun?
n faiz 10. Yəni ki 2. 2. Nəyə oxşamadı? Bayaq var idi rəqəmləri söhbəti. Bəli. Ədədi rəqəmlərin tərsinə çevirən Bəli, həmin bəli, kod bəli. deyildi. Bəli, həmin N kod. bərabərdir n böl tam 10. N-i də ona tam bölsən 3 elədi. İndi deyir ki, k faiz 2 bərabər 0-dırmı? A variantı cavab. Qulaq. K faiz 2 bərabər Bəli, 0-dırmı? Bəli. Bəli. Yəni k nədirmi? 2-dir. K faiz 2 bərabər 0 nə deməkdir? Qalanında 0. K cütdürmü deməkdir? Cütdürmü? Bəli, onda S-i nəyə vur? K-ya vur. 2-yə vurdum. Sonra indi nə isə n-in yeni qiyməti neçədir? 3-dür. 3 böyüdümü 0-dan? Bəli. 3-ü faizlə ona böləndə neçə eləyir? 3 eləyir. Ona görə k-nın yeni qiyməti oldu 3. N-i ona tam böləndə neçə eləyir? 0 eləyir. N-in təzə qiyməti oldu 0. İndi k 3-dür. 3 faiz 2 bərabər 0-dırmı? Deyil. Deyil. Fikir verin. İndi 2 ilə 3 ədədin nələri idi? Rəqəmləri idi. Bax, bu rəqəmləri ayırma kodudur. Həmişə yadda saxlayın. Bu rəqəmləri ayırma kodudur. İndi rəqəmlərin hansılarını vurur? Nə olanlarını? Cüt olanlarını vurur. Deməli, ədədin cüt rəqəmlərinin nəyi? Hasili. Sayı olsaydı bax belə. Bax, sayı nə bax olardı? Sayı bax olardı ki, bir dənə əvvəldə deyir ki, bax. Əvvəldə bir dənə deyir ki, məsələn, p bərabərdir 0. Mənə bax. Deyir p bərabərdir 0. Əvvəldə p bərabərdir 0 desə və şərt ödənəndə yazsa ki, p bərabərdir, p üstə gəlib 1. Deməli bu nə zaman ki rəqəm cütdür, onu nə edəcək? 1 vahid artıraraq sayacaq. Bax, p tutaq ki bir dənə məsələn atıram 276. 2 şərti ödəyirmi? Ödəyir. Ödədi deyə p-ni 1 vahid artırdı. P bərabərdir p plus 1. P 0 idi, oldu 1. Sonra 276 dedim. İkinci rəqəm neçədir? 7. 7 ödəyir, ödəmir. Ona görə p hələ də 1 qalmaqda davam edir. Növbəti rəqəm neçədir? 276-dır. 6 şərti ödəyir, ödəyir çünki cütdür. Onda p 1 vahid artdı, oldu 2. 2 onda onların nə oldu? Sayı gördü, saydı. Bu vaxt sayır. 0-dan başlamalıdır, 1 artmalıdır. Özə nə zaman? Şərt ödənəndə onda sayar. Amma görürəm ki, S-i k-ya vurur. Onda nə edir? Hasilini tapır. Və S əgər k olsaydı cəmləyir. Onda cəmləyirsə S neçədən başlamalıydı? Bu S onu bilməsən də bu S1-dən bilmək olardı. Burada deyir ki, Python kodunu nəyə çevir? Algoritmi Python çevir. X 0-dan başlasın, Y bərabərdir 4 vur X-ə. Bu getdi çünki Y bərabər 4 vur X yox. Bu var. İndi fikir verin. Neçə qədər? Nə qədər ki nə? 24. X kiçikdir 24-dən. Eynisidir? Bəli. Eynisidir. X deyir nəyə bərabərdir? Y plus. Y plus 2 elədir? Bəli. Elədir. Y nəyə bərabərdir? 4 vur X-ə. Elədir? Bəli. Elədir. Təzədən qayıtdı while-a. Ən axırda nəyə çap edir? Y-i. Ən axırda nəyə çap edir? Y. Deməli doğru cavab B variantı. Yazıda da mən sizə demişdim, əgər algoritm qurmusansa Python qurmaq asandır, Python qurmusansa algoritm qurmaq asandır. Python'dan algoritm 5 yaşdan çıxmasın. Eyvallah, Sağ ol. Sağ ol. O while-ı sanki belə yazırsan, içindəkilər də bunun içidir. Hə. Şərt kimi götürsən, içindəkilər də onun içidir. Dövrəyə özünə qayıdır. Tutardı. Print də burdadır da. Ondan saxdır da. Asandır. Kodlar verəsiz yenə. Gözlə. Biraz burada fərqli suallar olacaq. Evə. Evə vermişəm. Deyirəm, bu kod yoxdur burada. Nə qədər açıq sual var. Elə bu da özüdür də, bunu özü ev tapşırır. Bəs eləmir 75 sual. Çox fikir edin. Bax, K int inputu nəyin içində yazıb? Markərizə. Dövrün içində yazıb, düzdürmü? Yəni dövr ödəndi hər dəfə bir nə daxil eləyir? 1. Hər dəfə bir nə daxil eləyir? Ədəd. Ədəd daxil eləyir. Hər dəfə bir ədəd daxil eləyirəmsə, bu ixtiyari ədədlərdir, yoxsa ardıcıl ədədlərdir? İxtiyari. İxtiyari ədədlərdir. Hər dəfə bir n daxil eləyirəm. Inputdur yəni. İxtiyaridir. Ardıcıl deyil. İxtiyari k ədədləridir. Və hər dəfə o k ədədi nəyin üzərinə gəlir? Y-in üzərinə gəlir. Və proses nə vaxta qədər davam edir? X nə olana qədər? 9-dan kiçik olana. X neçədən başlayır? 0-dan başlayır. Və neçə artır? 1 artır. Nə vaxta qədər? 9-a çatana qədər. X 0-dan başlayıb 9-a çatana qədər və 9-un özü olana qədər neçə dənə dövr eləyəcək? 10 dənə dövr alacaq. Deməli neçə ədəd daxil elədi? 10 dənə. Və o ədədlərin nəyini tapdı? Cəmin. Amma o ədədlər necə ədədlərdir? Tam ədəd. İxtiyari ədədlərdir. İxtiyaridir. Çünki nəyin içindədir? K. Dövrün içindədir. Amma siz nə vaxt o ardıcıl ədəd olardı? O vaxt olardı ki, burada Y bərabərdir, Y üstə gəl K yox. Y üstə gəl nə yazsaydı? X yazsaydı. Onda ardıcıl ədədlər olardı. Cavab 7. Cavab Y deyil. Cavab C. 10 ixtiyari Cüt diyordu.
tam ədəd çünki int inputla yazılır. Tam ədədin cəmi. Bax. 9 niyə deyil? Çünki neçədən başlayır? Sıfırdan 9-a qədər 9 daxil olmaqla neçə ədəd var? 10 dənə. Ona görə 10 dəfə daxil edilir. Birdən başlasaydı mən Əgər uşaqlar birinci cəmi yazsaydı, sonra bu aşağıda olsaydı, onda biraz vəziyyət başqa ola bilərdi. Amma indi hal-hazırda konkret 10 dənə. Nəysə, bunu da bildiniz. Və yenə deyir, neynir? Neynir deyirsə, ənd neynir uşaqlar yenə? Ənd nədir? 2 dənə olmalıdır. Düz olmalıdır. N faizi bərabər 0 yazıb sonra nə deməkdir? N i-yə neynir? Bölünür. Tam bölünür. Və i faiz 2 bərabər 1 nə deməkdir? I necə ədəddir? qalıqda bir qalır. Bu da yenə özümüzdən dəyərli. Tək ədəddir. Yəni ki, i n-ə bölünən necə ədəddir? Tək ədəddirsə, onda k-nın üzərinə nə gəl? 1 gəl. Bax, mən sizə demişdim. Əgər nəsə olanda üzərinə 1 gəlirsə, onlar neynir? Sayır. Bax, bu şərt ödəndikcə k-nın üzərinə 1 gəlir. Onda o şərti ödəyən elementlər neynir əslində bu? Sayır. Bax, deyirəm ki, mən deyən səndə varsa barmağı qatda. Sən oğlansan, barmağı qatda. Məktəbə gəlirsən, barmağı qatda. Onda mən barmaqlarını bir-bir artıra. Sən dediklərimi neynirəm? Sayıram da. Düz. İndi fikir uşaqlar. Gəlin görə bu neynir? N-i daxil elədi. I kiçikdir, bərabərdir. N o deməkdir ki, dövr neçədən baş verir? I neçədən başlayıb? 1-dən başlayıb. N-ə qədər gedir və N daxildirsə, neçə dəfə davam edir? N dəfə yoxsa N plus 1 dəfə? N plus 1 dəfə. N dəfə. O vaxt N plus 1 olardı ki, i neçədən başlasın? Sıfırdan başlasın. Məsələn, bayaq N plus 1 idi. Niyə? Çünki 9-a qədər gedirdi. Amma neçədən başlayırdı əziz? Sıfırdan başlayırdı. Sıfırda başlayıb 9 daxil olmağına 10 ədəd var. Amma 1-dən başlayıb 9 daxil olmağına 9 ədəd var. Deməli, burada N ədəddən söhbət gedir. Və o N ədəddən neynir? Koda baxın. Yox. I orada nədir uşaqlar? I artımdır. Artımdır. Amma nəyi yoxlayır? Sayını, amma nəyinin sayını? N'in sayını. N nə qədər? Bəli, doğru cavab N-in tək bölənlərinin sayıdır. Bir ədədin bölənləri ondan nə olmalıdır hökmən? Balaca olmalıdır da, düzdürmü? Amma özü də ola bilər. Ədədin özünün böləndir də. Məsələn, 3-ün tək bölənlərini desəm, orada 3 var. 9-un tək bölənlərinin isə 9 var. Var. 1, 3, 9. Deməli, mənim o sayımın içində 9-un özü də olmalıdır. Ona görə burada daxil etmə işarəsi də var. Bərabər işarəsi də var daha doğrusu. Qısaca uşaqlar, bu neynir? Birdən N-ə kimi ədədlərin tək bölənlərinin, belə düşün. N ədədi daxil eləmsən, N ədədi bölənlərini tapmaq üçün i 1-dən başlayır, 9-a qədər gedir. O i-lərdən hansılar ki 9-a bölünsə və həm də i-nin özü necə ədəd olsa, tək ədəd olsa, onları k bərabərdir, k plus 1 eləyərək sayır. Və beləliklə, əslində daxil elədiyim N ədədinin nə bölənlərinin sayını tapır? Tək bölənlərinin. Tam bölünsün, həm də tək ədəd olsun. Bəs yaxşı, onda cüt bölənlərinin sayını tapan kod yazın. Amma for dövrü ilə, başqa üsulla. Ədədin cüt bölənlərinin sayını tapan Python kodu yazın. For dövrü ilə. Qalsın ama. Yəni, bu kimsə qəbul edeyim, qalar. Kimisə bir söz boşluq. Şahane mənim niyə mənim valideynimdən məsələn? Sən danlayacaqdım ki, haradasın. Bu da yaxşı bəxtin verdi, gəldin çıxdın. Cüt bölənlər, teş bölənlər. Cüt. Amma forna yazırsa, Eləmədə. fordan bayıla keçməyə bacarır. Forna yazanda i bərabərlik plus 1 olacaq. Yox. I bərabərlik 1 olacaq. Yox. Orada özümüz yani. Esenus'da bir bölüm. Cüt bölənlər. Cüt bölənlərini sayın. Forma yazar. Forna yazırsınız. O for necə idi? For in range. For'un modeli 15-ci sualda var. En son hansı istadım? Ürəyin hansı istəsən. O kadar eminim dünyada en son hansı. Yəni ikisi də. Elə bir şey yoxdur. Sən bir proqramistə desən ki, hansını istifadə etsən gülər. Hansının asan da həmin sual olmur. Bu və çox tapıramsa, while asan. Bir də nə qədərlərin cəmi tapıramsa, for asan. Hansı mənim üçün daha asandır o? Çətlərlə işləyirəmsə, for asan. Əlim neyin yazır yadıma çıxdı.
Birdən n-ə kimi ədədlər. Məsələn, sənə lazımdır ki, klaviaturdan bir ədəd daxil elə. Həmin ədədin Cəmi cüt bölənlərinin tapsın, sayını. Yox, hətta cüt bölənlərinin cəmini tapsın. Oydu, getdi orası. Ona K1-dən başlayır. Özüm bil. Cüt bölənlərinin cəmi. 0. Amma cəmi dedim ha. Say demədim. Say desəydiniz yenə k bərabərdir k plus 1 olardı. For in range yazır burada. Nümunə var 15-ci sualda, bax. Cüt böləndirsə nə olacaqdı? 0-dan başladı ha. 2 artıq. Ay, sən də pis taxt gələn getmirsən ha. Görürüz nə haqqında taxt gələn getdi. Elə şeylə getdi ki. Bunda heç nə var. For if lazım deyil. Sasoq deyir. Ona xəra kimi professional halsın. Amma daha dəqiq olur. Bunu elə şeylə yazdı ki, if lazım deyil. Bir dənə sual təkrar edərik zaman. Daxil edilmiş ədədin cüt bölənlərinin cəmini tapan kod. Enisidir, prosta üstün tapırıq, bir də toplayırıq da. Onu sən fikirləşdirsən. Amma for dövrü ilə. Cəmi tapırıq. Hə, cəmini tap. Suallar əməlli başlı dəyişib ha. Əməlli başlı dəyişib. Heç əlaqəsi belə yoxdur əvvəlki sualların. Birdən. Biz burada ilinin qiymətini bilmirik, onu necə yeyəcək? Aptır. Forda bilirəm deyəndə bir ədədin bölənlər neçədən başlayır? Cəsur. Birdən. Şurada deməli birdir. Aha. Nasıl dönməyəcək? Mən yenə bir if yazdım. İfsiz də yaza bilərsiniz, ifdən də yaza bilərsiniz. Amma siz iflə yazın. Musa indi ifsiz yaza bilir nə gözəl. Bazarı yaz. Mən də yazdım. Nə? Kodu ifsiz yaza bilirsə yazın. Mən başım üçün. Ya demişdin nəysə daha. Cavabın 90%-ni tapmışdın. Nəyi? Aa, yazma düşdü. Yazdım əli. İfsiz olmayacaq amma ifdə end olmayacaq. Tabii ifin bir şey şərtlərinin birini ixtisar edəcəksən. Ümumi ifsiz mümkün deyil bu sual yazmaq. Son uşaqlar 1 dəqiqə sonra izah baxacaq. Belə olacaq. Belə olar mı? Bu bölənlərini sayılır. Bölənləri cəb deyil. Yox, sən nə bildin ki, iyi bölünür əsə? Hardan bildin? Mən bilmirəm. Hə, sən hardan bilirsən? Sən də i'nin s-ə bölünməyini harda yoxlamısan? İ'nin ümumiyyətlə n'in böləni olmağını, k-nın böləni bilməmişsən, orada k yazmışsan, n yazmışsan. Onun böləni olduğunu hardan bilirsən? Bir ədədin böləndirsə, onu böləndə faizlə qabaqda 0 verməlidir. Bunu nəzərə alın. Belə olacaq. Yəni, i plus 1. Kəmal. Düzdür, amma 2 nöqtəni qoymamısan deyə k plus i'nin biraz sağda olmalıdır. İfin içində olmalıdır. Onsunu qoyma. İfdən sonra 2 nöqtə qoymamısan. O xaric düzdür. Qəşəng Kəmal, xoşum gəldi. Mən getdim. Düzdür. İfdən sonra 2 nöqtə qoy, ən axırda. Və bu 2 nöqtə. Bu 2 nöqtə yoxdur səndə. Və bu da buradan başlayıb. Buradan yox, buradan başlamalıdır. Kodu mən at. Bu səhvdir yəni. Hə. Sən hardan bildin ki, i s-in bölənidir? Yoxlamalısan. i-nin n-in böləni olub-olmadığını yoxlamalısan. Yoxlamamışdan hardan bilirsən? Bölən olmalıdır ki, sən elə eləyəsən. Birinci bölən olmalıdır. Özü daxil etdiyin ədənin böləni olmalıdır. Sən a daxil etmisənsə, a-nın böləni olmalıdır. N faiz 2, n-in cüt olmağı deməkdir. N özü cüt oldu olmadı. Cəsur, biraz qarışdırım səni yerdən. Onun arasından tutun bilmədim. Amma bacara bilərsən, pis getmirsən. Mən otururam. Atdın? A-nın 2-yə bölünməsini Attım. Məhəmməd, görək nə yazmısan. A-bölünməsini. Məhəmməd, səhv yazmısan qardaş. Sən deyirsən ki, n 2-yə bölünürsə, n cüt ədəddirsə, k-nın üzərinə 1 gəl. Sonra i-ni gəl. Onda məsələn sən n-ə 5, 6 versən, n cütdür, düzdürmü? Hə, 2 gəlməliyəm. Onda başdan başa hamısını gələcək. Biri də gələcək. 2 yazmalıyam. Aləm qatmısan bir-birinə, bunun tutulası yeri yoxdur. K plus 2 olmalı. Yox, aləm yox, dəxli yoxdur. Sual səhvdir. Tamamilə səhv yazmısan. N-i 2-yə bölməli deydin. Sən i-ni 2-yə bölmə. i-nin sənə cüt olub olmamaq var. N özü cütdür zaten. Məsələn demədim ki, ədəd cütdürsə,
onun bölənlərinin cəmini tap. Mən sənə dedim ki, ədədin cüt bölənlərinin cəmini tap. Bölənin cüt olub olmadığını yoxlamalısan. Bölən i-dir. i faiz 2 Orada olmalı. nəsə 2 yazır. Şöyle 0 olmalı. Yox, bu sual səhvdir usta. Tutulası yeri yoxdur. Nəsə, İbrahimə baxıram o nə yazıbdı. Sıfırın cütməni. İbrahim, qardaş. Sən də düz yazmırsan. N bərabərdir. N plus 2 vur i. Müəllim olar bak. Niyə belə yazmırsan? Olar çıxın müəllim. Çıx qardaş, çıx. Müəllim, belə A cütsə onun burada S-ni yapıyor. Yox, səhvdir. S dəxli yoxdur, düz yer şey, Musa. Mirağa. N print N olmalıdır. Bir də ki, bu səhvdir də. Sən N-in üzərinə niyə gəlirsən ki? Onda sən ədədin özünü artırırsan. Sanki ədədin bölənlərinin cəmini ədədin üstünə gəlirsən. Özdə ki, 2-yə vuraraq gəlirsən. Niyə belə şey yazmır? Heç başa düşmürəm. Belə olur. Tutulası yeri yoxdur səndə də, maşallah. Maşallah. Hə. Yox. Cütsə vurur. Baxın orada şərti göstər görüm mən. If, hanı if orada? İfsiz yazmazsan. İfsiz yazanmazsan. Çıxmadı heç Kamran. Nə? Kod Bir çıxmadı. təzdən girin. Bayaq məndə də elə oldu. Mən atıram. Bəlkə təzədən atasan. Hamısını yazamam. Yo. Sən təzədən screen elə göndər, eybi yoxdur. O da olmasa. Köynə koddur. Sürətli ol biraz. Tunar buradasan? Hələlik mənim içinə bax. Deməli çıxıram. O Tunar deyildi. Yox, mən o şeydir, Əli idi. Heç olmaz, diqqətlə koda baxın. Bir ədədin mənə lazımdır ki, n-i daxil edeyim. N daxil edeyim. N mənim daxil edeyim ədəddir. Mənə n-in necə bölənlərinin cəmi lazımdır? Cüt bölənlərinin cəmi lazımdır. i-nin n-in böləni olmağı üçün o nə olmalıdır? N faiz i bərabərdir 0 olmalı. Bu nə deməkdir? N i-yə nə edir? Bölünür, qalıqsız bölünür. Yəni n i n-in bölənidir. Və bu bölən özü necə də olmalıdır? Cüt ədəd olmalıdır. i faiz 2 bərabər 0 o deməkdir ki, bu i cütdür. Və bu i-ləri neyinə? K bərabərdir K plus i. Bu i-ləri cəmlə və axırda həmin cəmi çap elə, print elə. Bu qədər sadə. Yaxşı, mən niyə i-ni 1-dən başlatdım? Çünki, məsələn, 9 daxil eləmişəm i-ni. Məndə 9-dur. Bir ədədin bölənləri neçədən başlayaraq ora qədər ola bilər? Ədədin 0 böləni ola bilər? 0 ədədin bölənidir, yox. Deməli, bölənləri neçədən başlayır? 1-dən başlayır. Mən 1-dən başlayaram ədədləri, bir-bir artıraram, daha ki, ədədin nəyinə kimi? Özünə kimi. O, bir-bir artan ədədlərdən hansılar ki, bu ədədə bölünür, deməli, onların nə idi? Bölənləridir. Həmin o bölənlərin həm də bir də nə olduğunu yoxlamalıyam. Cüt olduğunu belə yoxlayırsan. 1 yox, 2 olmalıdır. 0 Yox. N plus 2 olmaz. 0 N plus 2. Bir də bunu belə yazaram uşaqlar. Bax, bunu buradan ləğv eləyərəm, bax, bu hissəni. Ləğv elədim. Burada onun əvəzinə belə yazaram. N plus 1 vergül neçə? 2. İnilə neçədən başladaram? 0-dan. 0-dan başladaram. Və yaxud ən yaxşısı 2-dən başlat, 2 artır. Amma onda 1 var da, 1 də nəzərə almaq lazımdır. Yox, elə 1-dən yox uşaqlar, elə olmayacaq. 0-dan başlatsam iş orasıdır ki, 1-i yiyəcək. Mənim 0. Ya zaten 1 olmalı deyildi. 1 ədədin cüt bölən deyil ki. Bəli. Ne yazılır? 2-dən başladı, tutardı getdi. 2 Mən 2-dən başladım. 2 vergül n plus 1 vergül 2 tutardı. Bunu da yazıma onda ehtiyac yox. Mənim 0 N plus 2 olmaz onda. Yox. 2 n plus 1 vergül 2. Burada da bunu yazmaram. 2-dən başlayar, 2 artar. 5 verdim 0-dan. N-ə qədər. Gedək. Belə uşaqlar, gedə bilərsiniz. Sağ ol.